78 nömrəli çalışmada deyir ki, bir ədədin 25%-i digər ədədin 50%-nə bərabərdir. Bu ədədlərin fərqi 60 olarsa, ədədlərin cəmini tapın. Və məsələni təniklər sistemi qurmaqla həll edin. Dostlar, tutaq ki, ədədləri götürək A və B. Şərtdə deyir ki, bir ədədin 25%-i digər ədədin 50%-nə bərabərdir. Onda mən yaza bilərəm ki, A ədədinin 25%-i, yəni 0,25A bərabərdir digər ədədin 50%-nə, yəni 0,5B-yə. Bu ədədlərin fərqi 60-dır. Gəlin baxaq ki, bu ədədlərdən hansı ən böyükdür? Təbii ki, A böyük olacaq. Əgər ki, A ədədinin daha kiçik hissəsi B ədədinin daha böyük hissəsinə bərabərdirsə, deməli, A böyükdür B-dən. Onda yazaram ki, A çıxılsın B nəyə bərabərdir? 60. Gəlin sadələşdirək, əvəzləmə aparaq. 0,25A 0,5B-dirsə, gəlin hər tərəfi 4-ə vursaq, alarıq ki, A bərabərdir 2B-yə və A çıxılsın B bərabərdir 60-a. Gətirək A-nın yerinə ikinci tənlikdə 2B yazaq. Onda alarıq 2B çıxılsın B bərabərdir 60-a. Buradan isə B bərabər olacaq 60. B 60-dırsa, A da onun 2 mislidirsə, A nəyə bərabər olacaq? 120-yə. A 60, B isə 120. Bizdən ədədlərin cəmini soruşur. A 60, A 120, B 60. Bunların da cəmi neçə eləyəcək? 120 topla 60 eləyəcək 180. 78 nömrəli çalışmada cavab olacaq 180. 79-a baxaq. Deyir ki, Elnur hər gün eyni miqdarda pul xərcləyir. Elnurun pulunun və xərclədiyi pulun miqdarını göstərən qrafik aşağıda göstərilmişdir. Elnurun pulu neçə günə bitər? Dostlar, qrafikə nəzər salsaq, görərik ki, baxın 15-ci gündə xərclənən pul ilə qalan pul kəsişib. Deməli, həmin gündə xərclənən pul qalan pula bərabərdir. Baxın, ilk başdakı pul 150 manat deyil. Onda mən 150-ni 2-yə bölsəm nəyə bərabər olar? 75-ə. Deməli, 15-ci gündə Elnur pulunun 75 manatını xərcləyir və 75 manatı qalır. Onda nə edərik dostlar? Bizdən soruşur ki, Elnurun pulu neçə günə bitər? 15 günə Elnur neçə manat pul xərcləyir? 75 manat. Yaxşı, bəs neçə günə 150 manatı xərcləyir? Neçə günə 150 manatı xərcləyir? Buradan taparıq, x bərabərdir 30-a. Deməli, o bütün pulunu 30 günə xərcləyərdi. Və bizdən soruşur, Elnurun pulu neçə günə bitər? Onsuz ki, yarısını 15 günə bitirmişdi, elə deyil. Bütövünü 30 günə bitirirsə, mən 30-dan 15-i çıxaram, alınar 15. Elə deyil dostlar. Deməli, o qalan 75 manat pulunu da 15 günə bitirəcək. Cavab olacaq 15. 80 nömrəli çalışmada bucaq C-ni hesablayın deyir. Burada düsturu istifadə etməklə də gedə bilərsiniz. Düstura görə nə etməliyik? Bucaq C-nin üzərinə bucaq A-nı, yəni 100 dərəcəni gəlsək və 180 dərəcəni çıxsaq, bucaq B-ni verməlidir, yəni 50 dərəcəni. Bu da neçə eləyəcək? Bucaq C bərabərdir 230 dərəcə çıxılsın 100 dərəcə bərabər olacaq 130 dərəcəyə. Və yaxud B nöqtəsindən D1 və D2 düz xətlərinə bir mən D3 düz xətti keçirsəm, baxın, A bucağı 100 dərəcədirsə, ona uyğun olan daxili bir tərəfli bucaq 80 dərəcədir. Baxın, bu bucaq 80 dərəcə, ortada 50 dərəcə var və həmin D3 düz xətti açıq bucaq olduğuna görə burada cəmi 180 eləməlidir, elə deyilmi? 80 50-dirsə, bura qalacaq 50. Və C bucağı 50 dərəcəli bucaq ilə daxili bir tərəfli bucaqdır deyə cəmi 180-i verməlidir. Əgər ki aşağıdakı baxın bu bucaq 50-dirsə, C bucağı 130 olmalıdır.
Hər iki üsulla gedə bilərsiniz. Ya düsturla, ya da ki, paralel düz xətt çəkmək vasitəsilə. Nəhayət son suala gəlirik. Deyir, tərəfi 8 cm olan ABC kvadratında C1, S1, S2 nisbəti 1-in 9 olarsa, S2-ni hesablayın. Dostlar, bilirik ki, sahələrin nisbəti tərəflərin kvadratları nisbətinə bərabərdir. Onda tərəflərin nisbəti necə olacaq dostlar? 1-in 3 olacaq, elə deyilmi? Sahələr 1-in 9-adırsa, kökə salsaq, eləyəcək 1-in 3 nisbətində. Baxın, onda mən bu tərəfə 1x desəm, aşağı 3 bucağın tərəfinə nə deyərəm? 3x. Və tərəfi 8-dirsə, onda CD məsafəsi 8-dir. Baxın, 8 də nəyə bərabərdir? X ilə 3x-in cəminə. Eləyəcək necə? 4x. Buradan x-i neçə alarıq? X bərabərdir 2. X-i tapdıq 2. Məsəl üçün, bu nöqtəni bir K ilə işarə etsək, onda KD məsafəsi nəyə bərabərdir? KD məsafəsi 2-yə bərabərdir. Onda AK-yə neçə qalır? Tərəf 3x-dir. 3x-i vurarıq ki, eləyər 6. Baxın, bu məsafə də 3x-dir. Bu məsafə 3x-dirsə, bunun eləyəcək 6. Bizdən S2-ni soruşur. S2 nəyə bərabər olacaq? 2-də 1 vurulsun, oturacaq 6-dır. 2-də 1 vurulsun 6. Hündürlüyü neçə tapdıq? Hündürlüyü də 6 tapdıq. Eləyəcək 6 vur 6 bölünsün 2. 36 vurulsun 2, 18. 81 nömrəli çalışmada cavab olacaq 18.